Yüksək sürət paytaxtda da qəzaya səbəb olub, sürət həddinin düzgün seçilməməsi səbəbindən idarəetməni itirən sürücü avtomobilini yol kənarındakı nəqliyyat vasitələrinə çırpıb. Gecə saatlarında paytaxt küçələri zəncirvari yol qəzasına da şahidlik edib. Kəsamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınan avtoqəza zamanı idarəetməni itirən sürücü maşını yol kənarında dayanan avtomobillərə çırpıb. Şərifzadə küçəsi ilə Mətbuat prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan Volkswagen markalı minik maşını yol kənarında dayanmış Qaz 3110 və Azsamand markalı avtomobilləri vurub. Volkswagen markalı minik maşının sürəti yüksək olduğundan onun zərblə çırpıldığı Volga yolun hərəkət hissəsində bir neçə metr sürünüb. Qəza nəticəsində xəsarət alan olmayıb. Digər ki, avtomobillər ziyansız ötüşməyib. Yol patrul xidmətinin əməkdaşları hadisə yerində müayinələr aparıb. Qəzaya səbəb olduğu bildirilən Volkswagen markalı avtomobilin sürücüsü ifadəsinin alınması üçün polis orqanına dəvət olunub. Nəqliyyat vasitələri isə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Sonuncu qəza xəbərimizdə Yasamal rayonundandır. Bu dəfə isə yol ayrıcında avtomobillərin bir-birini gözləməməsi hadisəyə səbəb olub.